Salam əziz dördüncülər və valideynlər, sizləri kanalımda xoş gördük. Bugün 4-cü sinif 2-ci hissə Azərbaycan dili səhifə 74-də olan tapşırıqları həll edəcəyik. Tapşırıqlara keçməmişdən öncə kanalıma abunə olmağı və bəyənməyinizi xahiş edirik. Kanalıma abunə olub bəyənməklə yeni videoların da, yeni tapşırıqların izahlı və yazılı formada həllini sizinlə paylaşmış olarıq. Gəlin başlayaq. Çalışma B. Çalışma 4A. Sizcə daş dövrü söz birləşməsində daş sözü nə üçün böyük hərflə yazılır? Əmək alətləri daşdan olduğu üçün həmin dövr daş dövrü adlanır. Bu ad söz birləşməsi olduğu üçün ad olduğuna görə böyük hərflə yazılır. Çalışma B. Uyğunluğu müəyyən edin. 1. Üçbucaq yad planetli. 2. Ağcabədi Məhəmməd. 3. Kitabın səhifəsi Sərin hava. 4. Azərbaycan Respublikası Araz çayı. Variantda da verilmişdir. A. Söz birləşməsi. B. Ümumi isim. C. Xüsusi isim. C. Xüsusi ad bildirən söz birləşməsi. Deməli, birinci cümləmizə üçbucaq yad planetli aiddir. B variantı ümumi isim. İkinci, Ağcabədi Məhəmməd aiddir. C variantı xüsusi isim. 3. Kitabın səhifəsi Sərin hava aiddir. A variantı söz birləşməsi. 4-cü, Azərbaycan Respublikası Araz çayı aiddir. C bəndi xüsusi ad bildirən söz birləşməsi. Bu şəkildə. Çalışma B. Bunları bilməliyik. Mürəkkəb adlar və onların yazılışı yalnız sözlər deyil, söz birləşmələrdə ayrı-ayrı varlıqların, fərdlərin adını ifadə edir. Belə söz birləşmələrinə mürəkkəb ad deyilir. Azərbaycan xüsusi isim, Azərbaycan Respublikası mürəkkəb ad. Bir çox şəxs, yer, təşkilat, bayram və s. adları mürəkkəb adlardır. Çalışma B. Mürəkkəb adları müəyyənləşdirin. 1. Bakı Xəzər dənizinin sahilində yerləşir. Burada Xəzər dənizi. 2. Novruz bayramı xalqımızın milli bayramıdır. Burada Novruz bayramı. 3. Azərbaycan Qızıl Aypara Cəmiyyəti xeyriyyə təşkilatıdır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti. 4. Kəşfiyyatçılar Topxana meşəsinə nəzarət edirdilər. Topxana meşəsi. 5. Azərbaycanda hər il noyabrın 8-də Zəfər günü qeyd edilir. Burada Zəfər günü. Həmin bu söz birləşmələri mürəkkəb adlardır. Bunları seçib yazacaqsınız. Çalışma C. Mürəkkəb adların yazılışı ilə bağlı bir neçə qayda var. Nümunələrdən çıxış edərək qaydaları tamamlayın. Gədəbəy rayonu Kürd çayı, Böyük Qafqaz dağları, Azadlıq küçəsi, 20 yanvar Dünya Azərbaycanlıların Həmrəylik günü, Ramazan bayramı, Qurban bayramı, Rəşid Behbudov, Hacı Zeynalabdin Tağıyev. Deməli, çay, dağ, küçə, şəhər və s. yer adlarının sonuncu sözü kiçik hərflə yazılır. Deməli, bu nöqtələrin yerinə kiçik sözü yazmalısınız. Tarixi gün bildirən mürəkkəb adlardakı bütün sözlər böyük hərflə yazılır. Burada nöqtələrin yerinə böyük sözü yazırsınız. Bayram adlarının son sözü kiçik hərflə yazılır. Burada nöqtələrin yerinə kiçik sözü yazırsınız. Şəxs bildirən mürəkkəb adlarda bütün sözlər böyük hərflə yazılır. Nöqtələrin yerinə burada böyük sözü yazmış olursunuz. Bu şəkildə. Çalışma D. Aşağıdakı nümunə əsasında özünə aid anket tərtib edin. Ad, soyad, yaşadığı ünvan, məktəb adı, məktəbin ünvanı. Burada deməli, siz bu ad, soyad yerinə öz adınızı, soyadınızı yazacaqsınız. Yaşadığınız ünvanı yazacaqsınız. Hansı şəhər, hansı rayon. Daha sonra oxuduğunuz məktəbin adını yazacaqsınız. Daha sonra isə məktəbin ünvanını yazacaqsınız. Yəni, məktəbiniz harada yerləşir, hansı ünvanda yerləşir, onu hər kəs özünə aid anketi yazacaq. Bugünkü tapşırıqlarımız bu qədər. Əziz şagirdlər və valideynlər, kanalıma abunə olmağı və bəyənməyi unutmayın. Siz kanalıma abunə olub bəyəndikcə yeni videoların izahlı və yazılı həllərini bizim kanalda izləmiş olacaqsınız. Növbəti videolarda görüşənədək. Öncədən kanalıma abunə olub bəyəndiyiniz üçün sizə təşəkkür edirəm. Hələlik.